Ömrünü elmə həsr edən, tarix elmini dərindən araşdıran, görkəmli alimlərimizdən olan Tofiq Mustafazadənin bugün öz həyat tarixçəsini öyrənmək üçün onun doğulub böyüdüyü Şabran rayonunun Zeyvə kəndinə yol aldıq. Bizim ailə şəcərəsidir. Burada yazılar 8-ci əsrdən başlayır. Burada yazıldığına görə həmin əsrdə bizim ulu babamız Əbu Həmzə Müəmmir xəlifənin qoşununda şücaətlə xidmət elədiyinə görə ona rütbə verilmiş, şeyx rütbəsi verilmiş və göndərilmişdir Şabran rayonu ərazisində ki, orada istədiyi yeri seçsin, özünə götürsün. İllərdə araşdırmalar aparan, kitablar yazan Tofiq müəllim həyatının ən maraqlı xatirələrini bizimlə bölüşdü. Tarixçi olaraq özünü bəlkə də bu dünyada bir çox məhrumiyyətlərə düçar edən Tofiq Mustafazadə dediyinə görə bəlkə elə bu məhrumiyyətlər sayəsində bugün tanınan alimlərimizdəndir. Alim olmaq çətindirmi? Alim olmaq çətin deyil. Oturub özünü məhrumiyyətlərə məsələn, cəmaat belə yaxşı havada çıxır, gəzir. Sən isə oturursan, evdə işləyirsən. Bax, bunu çətindir ki, sən getmirsən, oturub işləyirsən. Bu çətindir. Yoxsa alim olmaq çətindir. Yəni, özünü bir qədər qurban verməyi başarmalısan. Tofiq Teyyuboğlu Mustafazadə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Ümumi Tarix Şöbəsinin müdürü, tarix üzrə elmlər doktoru, professor. Tofiq Mustafazadə 1949-cu il iyunun 1-də Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kəndində anadan olub. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olur. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirir. Tofiq Mustafazadə 1971-74-cü illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunda laborant, Azərbaycan Dövlət Universitetinin Ümumi Tarix Kafedrasında baş laborant, Sumqayıt şəhər və Şabran rayonu orta məktəbində tarix müəllimi vəzifələrində çalışıb. 1975-77-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasında təhsil alır. Tofiq Mustafazadə 1980-ci il iyunun 16-sında namizədlik, 1992-ci il iyul ayının 30-da isə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülüb. 1993-cü ildən Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədridir. 2012-ci il 25 may Azərbaycan Respublikasının elm sahəsində dövlət mükafatının verilməsi haqda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona dövlət mükafatı verilib. Hansı tarixi dövrdə yaşamaq istəyərdiniz? Gələcək 23-cü əsrdə. İnsan gələcəyi həmişə görək sonra nə olacaq. Keçmişi artıq bilirik də olsa nə olur. Mən adam istərdi ki, görəsən bir 50 il sonra nə olacaq, 100 il sonra onu görəcək. Belə əlbəttə ki, o qeyri-mümkündür. İlk yollandığımız məkan alimin təhsil aldığı məktəbi oldu. İllərdən sonra yenidən müəllimləri ilə rastlaşan Tofiq Mustafazadə yenə də özünü sanki şagird kimi hiss etdi. Bu istək sizdə hardan yarandı? Müəlliminizdənmi qaynaqlandı, yoxsa oxuduğunuz bu tarixi hadisələrmi sizi tarix fənninə cəlb elədi? Səmimi desək Arzu xanım, mən tarixçi olmaq istəmirdim. Mənim riyaziyyətə böyük həvəsim və bacarığım var idi. Mən o riyaziyyat müəllimimiz olimpiyadalara məni göndərirdi, mənimlə ayrıca məşğul olurdu. Yalnız bir prinsip məsələsinə görə gənclik idi. Mən onu bizim məktəb direktoru var idi, ayrı yerdən idi. O bir qədər oğlu mənimlə paralel oxuyurdu. Oğlunun qabiliyyəti yox idi, yəni acıqca mənə də qızıl medal vermədi. Elə fənlərdə əmək təlimində mənə 4 yazdırdı məsələn. Çünki almayım ki, və dedi ki, humanitar fənləri zəif bilir bu. Ədəbiyyatdan öz ədəbiyyat müəllimi mənə 4 verdi. Mən də ona sübut eləmək üçün ki, mən humanitar fənləri yaxşı bilirəm. Getdim, seçdim universitetin tarix fakültəsində. Biz girəndə 25 yer var idi, 736 nəfər sənəd vermişdi. Mən o zaman xarici dil keçmədiyimə görə xarici dildən azad idim. O bir 3 fəndən 3-dən də 5 aldım. Özü də ikisi də ədəbiyyat idi. Azərbaycan yazılış inşaatdan da 5 aldım. Ədəbiyyatdan, tarixdən ki, gəlib deyə bilim ki, görürsünüz, mən humanitar fənləri heç də riyaziyyatdan pis bilmirəm. Xarakter etibarilə bu qədər prinsipial insansınız. Deyirəm də, özümə zərər elədim. Çünki riyaziyyatla məşğul olsaydım, bəlkə daha çox irəli gedərdim.
Salam aleyküm, hoş görmüşüz. Can, sen ne balayım? Bayağı dediyim Hacı Bala müəllimim, mənim həm tarix müəllimim olub, həm də onda məktəb direktoruydu bu 8 illik məktəbdə. Tarixə ən çox həvəsi elə o Hacı Bala müəllimin dediklərindən öyrənmişəm. O Poltava döyüşünü danışırdı, yazıya gəlir. Necə şagird olub Tofiq İcazə müəllim? verseniz deyim. Hə, buyurun. Tofiq müəllimə mən 5-ci sinifdən ta 8-ci sinifə qədər dərs demişəm. 8-ci sinif orta məktəb Kilvarda bitirdim. 8-ci sinif şəhadətnaməsini verəndə dedim Tofiq, bunlar hamısı 5'dir. Geri Kilvarda 5 ilə qurtaratan ha. Dedi əmin ola bilərsiniz. Tofiq istedadlı uşaq idi. Eşitdiyimə görə riyaziyyatçı olmaq istəyir. Necə O oxuyur? hər tərəfli bir istedadlı. Uşaqlıq dostlarınızı, uşaqlığınızı necə xatırlayırsınız? Uşaqlıq. Yəni şagirdliyinizi də bu məktəbdə oxuduğunuz illəri. Hə, biz həmişə belə bir qədər dediyim kimi inqilabi fikirli gənclər idik. Hətta biz 7-ci sinifdə oxuyanda bəlkə də ilk dissident hərəkatındandır. Bir dənə partiya təşkil eləmişdik uşaqlar içərisində ki, bu demək deyirdik ki, Böyük Oktyabr inqilabının nailiyyətləri həyata keçmir, saxtalaşdırma gedir. O zaman belə idi, durğunluq dövründə. Biz bunu düzəltməliydik, yeni inqilab eləməliydik. Təsadüfən üstü açıldı partiyanın. Uşaqlardan biri neşterlə yeni partiya gətirmişlər, onun üstünün adını yazmışdı. O neşteri başladılar uşaqların cibindən axtarmaqdan. Partiyanın nizamnaməsi birinin cibindən çıxdı, birindən partiyanın üzvlük bileti çıxdı. Bizi çağırdılar, indi söymək, biraz da döymək. Deməli bu köhnə məktəbdə. Hə, bu köhnə məktəbdə oxumuşduq biz. Görürsünüz belə köhnə məktəblər də məktəbin deməli alim olmağın, təhsil almağın məktəbə dəxli yoxdur da, hansı bir binaya dəxli yoxdur. Yox, oxuyan uşaq hətta çöldə də oturub oxuya bilir. Görürsünüz biz demək o zaman özü də bunlar bütün palçıq olurdu. Uşaqlar da qaçırdılar çöldən palçıq. Toz qalxırdı göyə. Ondan belə oxuyurdu. Onda oxumağa həvəsi çox idi. O zaman bir pis ənənə var idi. Məktəblərin ətrafında yardımçı təsərrüfat təşkil edirdi. Adını qoymuşlar təcrübə tarlası. Aparırdılar uşaqları orada işlədirdilər. Məhsulun isə ayrı adamlar aparırdı. Biz də uşaq olaraq bu ədalətsizliyi götürmək istəmirdi, gedib işləmək istəmirdi. Təcrübə tarlası gərək nə isə bir yaxşı şey qoyasan, yetişdirəsən. Bu isə deyirlər də götürün belliyin. Bunun üzründə biz burada yox, orta məktəbdə Kilvar məktəbində oxumuşuq. Həmin orada olanda çox böyük sahə idi. Söz bir yerə qoyurduq ki, getməyəcək, işləməyəcək. Hansı tərəfdə otururdunuz burada? Mən təxminən 4-cü partada belə otururdum. Əlaçı olmuşsunuz da? Əlaçı olmuşam. Sinifdə çox idi mi əlaçılar? Yox, idi, elə bilən mənidir. O zamanlar dediniz ki, daha çox riyaziyyat fənninə üstünlük verdiniz də. Neçənci sinifdə artıq o məktəb bitirəndə düşündünüz ki, siz tarixçi olacaqsınız, tarix elmini öyrənəcəksiniz? Yalnız qurtaranda artıq buraxılış imtahanlarını verəndə. Yəni bu prinsipin dalınca gedib riyaziyyatçı olmamaq sizə üzmədimi, keyfinizi pozmadımı? Yox, belə keyfimi pozmadı, ancaq mən həyatda elə o riyazi analizə, riyaziyyatı mən bir qədər ona meyl eləyirəm və fikirləşəm riyaziyyatda istedadlı adamlar daha çox irəliyə gedə bilir. Çünki riyaziyyatda istedad daha çox lazımdır. Bu sizin köhnə məktəbiniz, amma bu məktəbin önündə bir təzə məktəb var, hansı ki, hazırda şagirdlər bu məktəbdə təhsil alır. Əgər istərsinizsə biz ora gedib başlayacağıq. Gedək məktəb direktorunun icazəsi ilə gedək ora İslam mən.
seri dağılmışdı. Bizdə köhnə kitablar, ümumi tarixlər yaramırdı. Yeni baxışdan kitab yox idi. Kollektiv iş də çox vaxt alınmır. Mən götürdüm özüm tək yazdım. Dedilər, sən tək başarmarsan bir ümumi tarihi. Dedim, yazacağam. Orada 4 ildə o kiçik kitablar yazdım. Sonra mənə dedilər, o ancaq ali məktəbə girmək üçün ondan çox uşaq oxuyub, girib. Artıq bezdim, yoruldum, araşdırmaqdan. Kaş ki, başqa bir peşənin sahibi olardım. Olubmu? Yox, mən elmdən heç vaxt bezməmişəm. Hətta mən onu deyirəm ki, bizə maaş verməsələr də mən elmlə məşğul olaram. Ancaq dövlət versə yaxşıdır maaş, onda daha çox imkan olar məşğul olma. Onunla belə mən elmdən bezməmişəm. Sadə, qayğısız uşaqlıq həyatı yaşayan, doğulub böyüdüyü, indiyədək qoruduğu ata ocağı Tofiq müəllimdə danışacaq, çoxlu xatirələr saxlayıbmış. Mənim, sizin ata yurdunuz. Bəli, Başqa bir evdə doğulsanız da, amma bu evdə böyümüsünüz. bəli. Atanız neçə olub, anavız? Kim olublar, nə işləyirlər? Atam adi savxoz fəhləsi idi, yox. Heç öz adını da yaza bilmirdi, yalnız pul saya bilirdi, pulları ayıra bilirdi. Çünki uşaqlığı elə keçib, sonra müharibədə, 7 il müharibədə olub. Anam da evdar qadın idi, o çox ancaq savadlı idi, çox möhkəm mühafizəsi vardı. Cəmisi bir həftə dərsə gedib 20-ci illərdə. Artıq o vaxtdan latın əlifbasının adını yazırdı və sonra qardaşları çıxarıblar ki, qız oxuya bilməz. Ancaq bu qadın elə istedadlıdır. Bir adam biraz ayrı cür məsəl danışanda onu gözəl artist kimi elə yamsılayırdı. Elə yaxşı savadı, dünya görüşü var idi. Neçə nəfər olmuş ailədə? 2 bacı, 1 qardaş. Valideynlərinizin arzusuydu siz təhsil alasınız, yoxsa özünüz? Özüm. Çünki valideynim o qədər də sadəcə deyirdi ki, gedib bir dənə pedaqoji məktəbi oxusan, bəsdir. Gəl 1000 manat düzəldək, qoya, get. Dedim, yox, mən universitetə gedəcəm. Dedi ki, atam, girə bilmərsən, axı, sən ora necə girə bilərsən? Dedim, girəcəyəm. Necə xatırlı, necə oldu, getdiniz, universitetə girdiniz, valideynlərimiz bunu eşidəndə necə təsir bağışladı onlara, nə reaksiya verdilər? Belə deyək ki, universitetə gedəndə mən cəmisi cibimdə 43 manat pul var idi. Universitetə imtahanlara gedəndə getdim, ona görə də ancaq trolleybusuna, avtobusuna gedirdim. Bir gün yazılı imtahana da hətta gecikdim də biraz. Onunla belə mən indi çıxırdım universitetdən açığı danışıb. Görürdüm, tək heç kim məni yola salmırdı kim. Ancaq görürdüm ki, kimsə uşaq 4 alıb, hətta 3 alıb, onu ucaqlayırlar, öpürlər. Mən 5 almışam, çıxmışam, bir adam demir ki, sən nə alınca? Deyirdim, bir heç olmasa bu yad adamlardan biri soruşsun ki, sən nə, adam nəyəsə nail olanda fərəhini bölüşmək istəyir. Çıxırsan, heç kim, belə gəlirdim, minirdim, avtobusa gəlirdim, qaldığım yerdə soruşurdular ki, nə almışsın? Ancaq universitetdə məni heç kim aparıb, yola salmırdı. Bəs biləndən sonra valideynləriniz nə? Əlbəttə sevindi, heç nə, sevindi. Universitetdə yaxşı oxudunuz? Universitetdə mən əla oxumuşam, yaxşı, əla. Orada mənim bir dənə 4-üm olmayıb. Ona görə də 3-cü kursun yanvarından Karl Marx adına təqaüd almışam. Evdə heç biri mənə daha kömək eləmirdilər. 80 manat çünki pul alırdım. O vaxtda işçilərin maaşı elə 70-80 manat. Məsələn, kənd yeridir, atanız təhsil almayıb, adi bir işdə işləyib. Məsələn, deyir, neyinirsən universitet, qal kənddə, burada mənə kömək elə. Belə söhbətlər olurdu mu ailədə? Universitetdə oxuyanda yox, universiteti qutaranda mən Bakıda işləyəndə rəhmətli anam deyirdi ki, orada maaş az alırsan da, burada kənd müəllimləri daha çox alır. Gəl sən də burada işlə, biraz pul qazan, bu evimizi düzəldək də.
Mən də bir arada da çıxdım bir illiyə gəldim Şabra o vaxt Dəvəkir rayonu. Gəldim, gördüm yox, mən rayonda qala bilmirəm. Uşaqlığınız necə keçib? Bu evdə bu köhnə qonaq qaralı, atalı, analı bu evdə Uşaqla oynayırdıq, gələ o qədər də qayğımız yox idi. Ancaq düzdür çətinliklər az idi, paltar o qədər yox idi. İndi o zaman elə çətin məsələ idi. Adi mən universitetə girənə kimi əynimdə palto olmuyor, papaq olmuyor başımda. Ancaq universitetə girəndən sonra olar. Çünki burada özünüz aldınız elə yəqin ki. yox, evdən kömək edədilər. Birinci kursda da çox almırdım, təxəyyüt 43 manat alırdım. Ondan sonra kömək edədilər. Atanız necə bir insan olub? Zəhmli kişi idi. Çox az danışırdı. Ancaq ondan heç döyməyib də məni bircə dəfə ancaq döyüb. Ancaq ondan çox qorxurdum. Çünki heç danışmırdı, sakit idi. Ona görə də elə adamlardan adam biraz çəkinir. Sizin uğurlarınızı görəndə atanız o hisslərini, qayğısını, sevincini büruzə verə bilirdi? Yox, o heç vaxt hisslərini büruzə vermirdi. Başınıza sığal çəksiniz. Yox, onda elə bir şey olmur. Yox. Bəs sizin buna ehtiyacınız var idi? Əlbəttə var idi, istəyirdim. Ancaq elə bir də neyim, deyəcək ki, biraz deyirəm, ağır xasiyyəti var idi. Siz də övladlarınıza qarşı eləsiniz, elə atasız yoxsa? Yox, mən onların uğurlarını sevirəm, sevinirəm, dəstəkləyirəm, onları təşviq edirəm, elə həmişə. Mən 8-ci sinifdə oxuyanda bura evin birinci mərtəbəsi tikildi. Onda mən də işləyirdim. Elə də imkanlı ailə deyildik, ona görə də özümüz edirdik çox şey. Və mən orta məktəbi qutaranda da ikinci mərtəbəni tikirdik. Arada gedirdim, otururdum orada alça ağacının altında kitab oxumaya, çünki qəbul imtahanına getməli idim. Evdə də elə bilirdilər ki, mən işləməyin dərdindən qaçıb otururum. Deyirdilər, sən olsa universitetə girməyəcəksən, niyə gedib orada oturursan, gəl işlə ilə. Nə qədər ailəmizdə inanmırlar? Təhsilsiz adamlar idi, inanmırlar da, elə bilirdilər ki, kiminsə adamı varsa, kiminsə pulu varsa o girəcəkdir. Ağıllarına gəlmirdi axı ki, mən də gedib universitetə girə bilərəm. Bu maraqlı bir ab-havalı olan evdə hansı uşaqlıq xatirələrinizi xatırlayırsınız? Məsəl üçün bir dəfə mən gəlmişəm 3-cü sinifdə, dərsdən səhər növbəsi oxuyurdum. Gəlib yatmışam, sonra dururam, elə biləm səhərdir, götürmüşəm sumkanı, getmişəm dərsə. Açıram sinifi, görürəm ki, ayrı sinifin uşaqlar. Evdə də demirlər ki, hara gedirsin. Gedib girmişəm, görürəm ki, sən deməm, ikinci növbəyə getmişəm. Bu palaz sumaq palazıdır. Bunu anam öz əllərinə toxuyub. Bu xofsuz xalçadır da. Bir 50 ilə yaxın 40 il vardı. Anam 94-lərə. Bu atamdı. Özdə o şəkil çəkilib Fransada əsirlikdə olanda o. Hə, o Sevastopolda vuruşub, orada bütün Sevastopolu hamısı bu əsir götürmüşlər Almanlar. Ona görə də sonra 45-ci ildə müharibə qurtarandan sonra 2 ildə onları filtrasiyada saxlamışlar. 47-ci ildə gəlib çıxıb. Kənddə xəbər yayılıb ki, ölüb heç. Hökumət uzat da gəlmir. Bu mənim qardaşım olub, 21 yaşında rəhmətə getdi. Bu da anamdır, Güllü xanım. Anamızı bəyənirsiniz. Gələndə, bu evə daxil olanda hansı hisslər yaşayırsınız ki, büruzə verə bilmirsiniz? Sevinirəm. Hətta mən onu deyəm, mən bilmirəm nə dərəcədə mən düzgün düşünürəm ya yox. Mənə elə gəlir ki, evlərin də bir ruhu var.
Mən gələndə evimiz elə bilirəm ki, biz gələndə evimiz elə bil yetim kimi də, belə məğmum da yəni, içində adam. Evi də canlandırdım. Gələndən bir neçə saat görürəm ki, elə bilirəm ki, ev gülür. Keçmişdən burada çox şey var. Bəli, keçmişi gərək həmişə yaşadasan. Keçmişsiz gələcək yoxdur deyirlər. Amma sağ olun ki, bu evdə yaydan yay bu evə gəlib getsəniz də bu evi yaşadırsınız, ata yurdunuzda olursunuz. Bu öz istəyiniz oldu. Yəni buranı söküb başqasını da tikə bilərdiniz. Amma Yox, ata yurdudur da. Hələ buranı məndən çox yoldaşım sevir. onun bu qədər yüksəlməyində sizin də əməyiniz var. Əvvəla onun özünün zəhməti böyükdür. O həmişə çalışqan, işləyən. Tofiq müəllimi arxivlərsiz görmək mümkündür. Yəni o heç yadımdan çıxmaz. Onlar bir hər şey çıxır. Biz Moskvada olan vaxtı deməli ən kiçik uşaq balacaydı. Onunla biliyordu. Ev tutub qalırdı. Müəllim bir ay institutun hesabına gedirdi ezamiyyətə. Bir ayda öz hesabına gedirdi. Yəni, biz orada qalırdıq onda. Bir günləri gördüm ki, müəllimin əlləri dolu, qapının zəngin basır. Açdı bir sevincə gördüm o kadar şey alıb gətirir ki. Dedim, nə olub belə dedi, sən bilmərsən. AVP'lidə, Moskvada mən dedim, nə sənət tapmışam. Elə bil ki, bir xəzinə tapmışdır. Mənə çox maraqlıdır. Daha çox elmə həyatını sərf elədi, yoxsa şəxsi həyatına? Ən çox elmənə. Sizdə qısqanclıq olmur? Yox, qətiyyən. Mən bilirəm ki, öz xalqını sevən adam, öz peşəsində çox sevir, ailəsində qayğısını çəkir, dövlətinin də. Üzr istəyirəm, Fərdə xanım biraz təvəzzökarlıq elədi. Mənim uğurlar qazanmağımda onun biraz yox, çox böyük rolu var. Birincisi ona görə ki, alimin bilirsiniz ki, maddi təminatı həmişə aşağı olub. O dözüb, evdə deməyib ki, niyə filan şey çatışmır. Çıx getsən də universitetdə dərsə get, orada biraz imkan olar, deməyib bu sözü, dözüb və sonra uğurlarıma sevinib, başa düşüb. Mənbədə, o şəcərədə Əbu Həmzə müəmmir edir bunu. Xalq arasında isə nəzər piri mənasında pirə nəzər deyirlər. Və bu kənd əslində 8-ci əsrdən əvvəldə yuxarıda Ülvər adlı bir yer var. Orada indi qəbirlər tapılır, qeyri-müsəlman qəbirləri orada. Sonra o şeyx gəlib burada məskən salıb, ona pir kimi sitayiş ediblər. Öləndən sonra ətrafında məqbərə tikiblər və buranın da adı o zaman ziyarətgahlara zaviyə deyirdilər. Zaviyə farsça güşə mənasını verir. Ona görə də o addan da belə zaviyə, zeyvə adını alıb. Mənim boş vaxtlarımızda həyətdə işlərlə məşğul. Bəli, bu da odun doğrayıram, görürsünüz. Sonra həyəti ot basır, onları bu şeylə çalıram.
adınız tarixdə qalacaq. Necə ki siz tarix şəxsiyyətləri araşdırmısınız, tarix araşdırmısınız, adınız tarixdə qalacaq. Bəs maşallah müəyyən yaş dövründəsiniz. Bu ömrünüzü necə yaşadınız? Məmnun qaldınızmı? Çətinlikləriniz çox oldumu, yoxsa xoş günləriniz necə gəldi bu yaşa qədər? Mənim çətinliklərim mənim xoş günlərdən çox olur, açığı. Çünki həmişə ancaq mən həyatımdan razıyam. Çünki mən axır öz sözümü deyə bilmişəm. Az çox mənim 15 kitabım var. Bu indi hər tarixçiyə qisməti olmur. Özlerinin onların içərisində elələri var ki, ictimaiyyət tərəfindən, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Mən niyə də narazı olmalıyam? Ailə cəhətdən də gördünüz ki, ailəmdə normal hər şey var. Həyatımdan razıyam. Və bir də əgər sual vermək istəyirsiniz, bir də həyata gəlsəydim, alim olardım elə. Tofiq Mustafazadə bugün Azərbaycan tarixində sözünü demiş alimlərimizdəndir. Elmə həsr etdiyi bu ömür bugün Tofiq müəllimi fəxrlər sırasına ucaldıb.